Salam əziz dostlar, necəsiz, nə var, nə yox? Ümidvaram yaxşısınız. Son bu bir ayda çoxlu musiqiçi toyuldu. Allah mübarək eləsin. Bizim gedib iştirak eləməyimiz, yəni bu vacibdir. Gedə bilməsək də pulumuzu göndərməliyik. Çünki bu borcdur, birbirimiz olan borcdur. Gəlib iştirak edə bilərsən, mütləq gedib biz də iştirak eləməliyik. Mənim borcum var neçə nəfərə, çünki mənim evladımın toyunda iştirak ediblər. Məni də çağırırlar, sevə-sevə. Vaxtım olanda gedirəm, olmayanda pulumu göndərirəm. Öz evladına toy eləyib, özünə toy eləyib, sonradan gizlənməyin. Ay musiqiçilər, mış kimi yaşamayın, belə olmaz. Çünki sizin o borcu qaytarmalısınız, başa düşürsünüz. O insan musiqiçiyə güvənib toy eləyir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur, bunu yadınızda saxlayın. Ondan başqa, musiqiçi toyunda ifa eləyən musiqiçilər, pul istəməyin, ayıbdır. Musiqiçi musiqiçidən pul istəməz. Ayıbdır, eləməyin bunu. Əsas da qoşun ağara, nağara, sinti satır çalanlar ayıbdır, eləməyin.